Can məsələsində sizi xoş gördük və bugünkü söhbətimiz tamam izləyici sualları əsasında olacaqdır. Ən çox aldığım sual bu olur, doktor. Məndə erkən boşalma var, nə edim? Yəni bu bir idman məsələsidir. Erkən boşalma, yəni elə bir şey yoxdur ki, biz bu dərmanı 5 gün açsın, 1 ay açsın, ömürlük bu problem həll olsun da. Bəzən olur, altda yatan səbəblər olur, onu aradan qaldırmalı oluruq. Amma böyük əksəriyyətində həyat boyu müalicəyə və ya həyat boyu bunu kontrol altında saxlamağa ehtiyac olur. Yəni bir ömür müalicə almalı olur həmin kişilər? Bəziləri 1 ay, 2 ay, bəzən 1 il, bəzən 2 il, yəni uzun müddət müalicə almağa ehtiyac olur. Eyni zamanda start-stop mexanizması, yəni əlaqənin ortasında tam boşalmadan bundan xarici olunması və əlaqəyə ara verilməsinə ehtiyac olur ki, bu idmanları davamlı elədikləri zaman müddət uzana bilir. Söhbət idmandan mı gedir, doktor? Yəni əgər erkən boşalma varsa idman mı təyin edirsiniz? İdmana ehtiyac ola bilir, dərman müalicəsinə ehtiyac ola bilir. Bəzən dediyim kimi altda yatan səbəblər olur. Məsələn, tiroid vəzninin artıq işləməsi, yəni hipertiroidi deyirik, onda belə erkən boşalma görülə bilir. Təbii ki, onların hamısı müalicə olunmalıdır. Bəzi xəstələrdə stressə bağlı ola bilir, bəzi xəstələrdə cinsi zəifliyə bağlı, ereksiya probleminə bağlı da ola bilir. Bunlar yanaşı görülə bilir və bunlarda da sonradan başlamış erkən boşalma ola bilir. Bunların da müalicəsinə ehtiyac olur əlbəttə. Doktor, uzun müddət cinsi əlaqədə olmamaq kişilərdə erkən boşalmaya səbəb ola bilərmi? Erkən boşalma tərifində uymur. Çünki yəni bu düzənli cinsi əlaqə həftədə 2-3 dəfə cinsi əlaqədə olmağa baxmayaraq son 3 aydakı bütün cinsi əlaqələrdə 1 dəqiqədən qısa çəkilsə bu erkən boşalma sayılır. Məsələn, cinsi əlaqə nə qədər davam etməlidir ki, siz ona erkən boşalma deyəsiniz? 2-7 dəqiqə arasında olursa normal bir cinsi əlaqədir və qadın ən əsası qadının da orqazm hissi olmalıdır. Yəni 2 dəqiqədən daha tez bitirsə cinsi əlaqə, bu artıq erkən boşalma sayılır. Doktor, müalicələrini qeyd etdiniz. Ən çox öz təcrübənizə görə hansı səbəblərdən kişilərdə erkən boşalma yaranır? Böyük əksəriyyətinin səbəbini bilmirik. Yəni tibbdə, çox xəstəlikdə idiopatik deyə bir söz var. Yəni nəyi bilmiriksə oraya qoyuruq. Böyük əksəriyyətin səbəbini bilmirik. Amma səbəbini bildiklərimiz içərisində ən çox təsir edən şey stressdir, yorğunluqdur, yuxusuzluqdur, hərəkətsizlikdir, cinsi əlaqə müddətinin uzun olmasıdır, işte hipertiroid dediyimiz tiroid vəzninin, zob vəzninin normadan artıq işləməsidir, ereksiya problemləridir. Bunlar hamısı eləyə bilir. Bəs hər gün spirtli içki qəbul etmək kişidə belə bir problem yarada bilərmi? Artıra bilər əlbəttə. Bir də uyğunsuz videolara daha çox baxılması da erkən boşalma riskini artırır. Bu artıq psixoloji məsələdirmi, doktor, porno asılılığı? Asıllıq bəli, mütləq psixiatr o tərəfdən dəstək olmalıdır. Amma erkən boşalma hissəsinin üçün isə uroloqa müraciət eləməlidirlər. Doktor, qeyd etdiniz ki, bir kişi həftədə 2-3 dəfə cinsi əlaqədə olmalıdır. Olmasa nə baş verir? Yəni o kişi nə itirir? Olmasa hər hansı bir şey baş vermir. Əlaqədə olunduğu zaman çölə çıxan ifrazatın içərisində seminal veskul dediyimiz kisədən gələn mayələr var, prostatdan gələn bir şirə var, spermin özü var. Və bunlar hamısı yəni o xayada qalıb və ya o toxum kisəsində qalıb, yəni bir partlayışa səbəb olmur. Onlar hamısı sidi ilə atılır gedir, hər hansı bir sıxıntı yaranmaz. Yəni cinsi həyatı olmayan kişi heç nə itirmirmi? Kişi sağlamlığında, doktor? Yəni ciddi bir şey itirməz təbii ki. Yəni tez-tez cinsi əlaqədə olmaq bəzi xəstəliklərin qarşısını ala bilir əlbəttə. Prostat xərçəngi kimi xəstəliklərdə, prostat adenoması kimi xəstəliklərdə əmələ gəlmə ehtimalını cüzi də olsa azaldır. Bəs bu cinsi istəyi artıran tabletlər haqqında nə deyərdiniz? Tövsiyə edirsinizmi? Xeyr, kəsinliklə etmirik. Çünki o tabletkaların yan təsirlərini bilmirik. Yəni tibbi olaraq onlar haqqında elmi araşdırmalar yoxdur, yan təsirlərini bilmirik. Ereksiya problemi olan insanlarda biz altda yatan səbəb varmı yoxmu ona baxırıq. Səbəb varsa aradan qaldırırıq. Görünən bir səbəb yoxdursa da ona uyğun dərman müalicəsi başlaya bilirik. Amma bizim dərman müalicəsi başladığımız xəstələrdə o dərman kimə olar, kimə olmaz.
kimə hansı zərəri verə bilər, kimə zərər verməz. Yəni bunların hamısını zərər bilirik. də verə bilər doktor o tabletlər? Yəni tərkibini bilmədiyimiz, tibbi elmi araşdırmaları olmayan tabletlərin əlbəttə zərərləri ola bilər. Zaman-zaman biz mətbuatda eşidirik, xüsusən Türkiyə mətbuatında bu yayılır. Misal üçün, filan məşhur otel otağında dünyasını dəyişdi və ehtimal olunur ki, elə cinsi istəyi artıran tabletlər istifadə edir. Yəni, öz başına qəbul edilən bu tabletlər hətta bir kişinin ölümünə də səbəb ola bilərmi? Təbii ki, ola bilər. Çünki biz, məsələn, bizim ereksiya probleminə ən çox yaxşı təsir edən bir dərmanımız var və bunu amma hamıya verə bilmirik. Normalda ciddi əhəmiyyətli bir yan təsiri yoxdur, amma 6 ay ərzində ürək əməliyyatı olmuş bir insana çox ciddi həyatını itirəcək qədər problem yarada bilir və ya aritmiyaları olan, ürək problemi olan insanlarda onun istifadəsi əks göstərişdir və ya təzyiq dərmanı atan biri ilə o eyni anda təyin olunmamalıdır. Yəni, belə bir neçə faktorlar var. Onlara görə mütləq düzgün araşdırıb ona görə müalicə vermək lazımdır. Yəni, bu qədər təhlükəlidir. Öz başına bir kişinin gedib aptekdən bu dərmanı alıb içməyi hətta ölümünə belə səbəb ola bilər. O zaman siz bu dərmanı təyin etməmişdən öncə həmin pasientləri mütləq bir ürək müayinəsindən mi keçirirsiniz, doktor? Bir kərə bizim üçün mütləq anamnez dediyimiz, yəni xəstənin hekayələri çox əhəmiyyətlidir. Altda yatan bir xəstəliyi varmı, yoxmu? Bəzən olur ki, bəli, kardioloqa yönləndirməyə belə ehtiyac olur. Yəni, o dərmanı təyin etməmişdən öncə mütləq bir kardioloji müayinəyə ehtiyacınız olurmu? Hər xəstədə yox. Məsələn, 20 yaşında, 30 yaşında cavan oğlandır və ya yaşlı bir insanda ürək xəstəliyi varsa mütləq zaten yönləndiririk. Amma əhəmiyyətli bir xəstədən ciddi bir sıxıntı gözləmirsə, kəsinliklə göndərməyə ehtiyac olmur kardioloq. Bəzən biz danışanda kişi sağlamlığı ilə bağlı həkimlər qeyd edirlər ki, misal üçün 40 yaşından sonra, 50 yaşından sonra kişilərdə ciddi bir cinsi zəiflik olur, bəzən ümumiyyətlə cinsi həyat olmur. Onda da izləyicilər yazırlar ki, bəs necə olur? Mənim babamın 90 yaşında oğlu olmuşdu. Necə olurdu, doktor? Kişilərdə yaş artdıqca sperm sayı azala bilir, amma qadınlar kimi menopoza girmirlər. Yəni, sperm var. Zaten bir hamilənin ola bilməsi üçün, yəni bir sperm belə kifayət edir. Düzdür, ehtimal çox azalır, amma bir sperm belə kifayət edir də, yəni hamiləliyin ola bilməsi üçün. Yaş artdıqca hamiləlik olacaq qədər, yetəri qədər sperm ola bilər. Yəni bunun elə bir təsiri, yəni hamiləlik olmayacaq deyə bir şey yoxdur. Yəni indi də 90 yaşında bir kişinin övladı ola bilər, doktor? Təbii ki, həmişə ola bilər. Elə bir yaşlı pasientləriniz varmı ki, deyək ki, 80-90 yaşı var, hələ də cinsi həyatı var? Var, çox var. Çoxdur belə pasientləriniz. Hər kişi bunu arzulayar ki, o yaşa çatım, hələ də cinsi həyatım olsun. Nələri tövsiyə edərsiniz, doktor? Yəni, bir kişi nələrə diqqət etməlidir ki, 80-90 yaşında da cinsi həyatı olsun? Baxın, ereksiya problemini altda yatan səbəblər olur. Yəni, bəzi insanlarda ciddi şəkər xəstəliyi olur. Bəzi insanlarda təzyiq xəstəliyi olur. Məsələn, şəkəri olan xəstədə şəkər bir anda zərər vermir. Şəkər yavaş-yavaş zərər verdiyi üçün insanlar bunu hiss eləmir. Yəni, və artıq nəticəni uzun müddətdə görürlər. Yəni, ən əsası sağlam həyat tərzidir. Qidalanmadır. Altda yatan xəstəliklər, dediyim kimi, şəkər, təzyiq kimi, damar xəstəlikləri, damarlara zərər verən xəstəlikləri qorunması bu gələcəkdə də ciddi olaraq ereksiya problemi yaşamama ehtimalını artırır. Sağlam həyat tərzi, idman eləmək çox əhəmiyyətlidir bu mövzuda. Bəs siqaret çəkməyin də bir zərəri var mı? Təbii ki, siqaret zaten ilk zərər verdiyi yer damarlardır. Yəni, bir kişi bu sadaladıqlarınıza əməl edərsə, yəni yaşlı vaxtına qədər, 80-90 yaşına qədər cinsi həyatına davam edə bilərmi, doktor? Sadəcə o deyil təbii ki, stressdir, yorğunluqdur, bunlar hamısı təsir edir. Bəs Əlbəttə bunların hamısı faktor? Genetik faktor ümumiyyətlə bütün xəstəliklərdə əhəmiyyətlidir. Amma yenə də sağlam qidalanaraq, idman eləyərək, yəni o şəkər, təzyiqi kontrolda saxlayaraq, əlavə damara zərər verəcək problemləri aradan qaldıraraq yaşayarsa, hər hansı bir sıxıntı yaşamaz. Kişilərə nə demək istəyərdiniz? Kişilərə bir anda deyəndə yazdım. Sözünüz yoxdur kişilərə. Deyim mi? Deyin. Kişilərə demək istədiyimiz, ümumiyyətlə bütün insanlara demək istədiyimiz, yəni sağlam qidalanmaları, sağlam həyat tərzi yaşamaları və siqaretdən, spirtli içkilərin mümkün olduğu qədər uzaq durmaları
zərərli vərdişlərdən uzaq durmaları əhəmiyyətlidir.